Qəzza zolağının idarə olunmasına nəzarət edəcək Fələstin Texnokratik Komitəsi Kiprdə Sülh Şurasının gündəlikləri ilə nümayəndələri ilə görüşüb. Daha doğrusu Şuranın X hesabında qeyd olunan informasiyaya görə təmaslar zamanı yenidən qurma və təhlükəsizlik planları, eləcə də donorların tələbləri müzakirə edilir. Kipr görüşlərinin iştirakçıları sektordakı vəziyyəti yüngülləşdirmək üçün təşəbbüslər və layihələr də daxil olmaqla dərhal nə edə biləcək diqqət yetiriblər. Bütün bunlar belə bir sual meydana çıxarır. Müharibədən sonra Qəzza necə idarə ediləcək? Ətraflı sujetdə biləcəyik. Qəzzada silahların nə vaxt tam susturulacağı hələ də bəlli deyil. Ancaq beynəlxalq platformalarda artıq digər bir sual ön plana çıxır. Müharibədən sonra sektor necə idarə olunacaq? Çünki dağıdılmış şəhərləri bərpa etmək qədər sabit və işlək idarə etmə sistemi qurmaq da qarşıdakı ən böyük çağırışlardan hesab olunur. Bu istiqamətdə növbəti addım Kiprdə atılıb. Qəzza zolağının gələcək idarəçiliyinə hazırlıq məqsədi ilə yaradılan Fələstin Texnokratik Komitəsinin üzvləri, Sülh Şurası rəsmiləri, Qəzza üzrə ali nümayəndənin ofisi və beynəlxalq ekspertləri ilə bir araya gəlib. Təmaslarda müharibədən sonraki dövr üçün təhlükəsizlik, idarə etmə və yenidən qurma planları müzakirə olunub. Bildirilib ki, ayrılacaq vəsaitlərin şəffaf və hesabatlı şəkildə idarə olunmasını təmin edəcək institusional mexanizmlər hazırlanır. Məqsəd həm humanitar yardımların, həm də gələcək yenidən qurma layihələrinin vahid və nəzarət olunan sistem vasitəsilə həyata keçirilməsidir. Kıbrıs'ta yapılan görüşmeler Gazze'de sadece binaların nasıl imar edileceğini değil, Gazze'yi kimler yönetecek, Gazze'de uzlaşı nasıl sağlanacak ve Gazze'nin müzakereler sonrasında Orta Doğu jeopolitiğine olan etkilerinin de nasıl şekilleneceği konularının yani çok geniş kapsamlı görüşmeler yapıldığını göstermektedir. Gazze sadece Filistin halkı ile İsrail arasındaki bir sorun değil, Orta Doğu jeopolitiğinin geleceğini belirleyecek niteliktedir ve Kıbrıs görüşmeleri bu eksenli olarak yapılırsa daha istikrarlı ve daha uzun vadeli olacaktır. Komitə üzvləri bəyan ediblər ki, Qəzzada humanitar böhranın aradan qaldırılması üçün təcili addımların atılması planlaşdırılır. Ancaq masadakı əsas məsələ təkcə yardım çatdırmaq deyil. Əsas müzakirə mövzusu müharibədən sonraki Qəzzanın kim tərəfindən və hansı model əsasında idarə olunacağıdır. Texnokratik komitənin məhz bu dövrü idarə etməsi nəzərdə tutulur. Bunun üçün isə siyasi razılaşma, təhlükəsizlik təminatları və beynəlxalq dəstəyin eyni vaxtda təmin olunması əsas şərt kimi göstərilir. Qahirədə başlanan müzakirələrin davamı kimi qiymətləndirilən Kipr danışıqlarında gələcək idarə etmə mexanizmi, təhlükəsizlik arxitekturası və milyardlarla dollar tələb edəcək yenidən qurma prosesinin hansı prinsiplərlə həyata keçiriləcəyi də müzakirə olunub. Başqa sözlə desək, tərəflər artıq müharibənin nəticələrini deyil, müharibədən sonraki Qəzzanın siyasi xəritəsini cızmağa başlayıblar. Artıq Qəzzada davamlı müharibə olmayacaq. O mərhələ keçirmişdir və onun fonunda da Qəzzada həm bərpa işlərini, həm də onun siyasi idarə edilməsini necə müəyyən etmək ətrafında danışıqlar aparılır. Burada əlbəttə ki, donorların fəaliyyətinin də təsiri olacaq. Tel Əvivlə Fələstin tərəfinin və Sülh Şurası üzvlərinin danışıqlarda hansı məsələlərdə uzlaşmayacaqları məqamının da əhəmiyyəti çox olacaq. Lakin hər bir halda bu məsələnin asan və tez bir müddətdə həll olunacağına ümid çox azdır. Bununla belə proses hələ də çoxsaylı qeyri-müəyyənliklərlə müşayiət olunur. Qəzzada yeni idarə etmə modelinə yerli siyasi qüvvələr razılıq verəcəkmi? Silahlı qrupların taleyi necə həll olunacaq? Siyasi şərhçilər deyirlər ki, bütün bu suallar cavabını tapmadan nə yenidən qurma planlarının, nə də yeni idarə etmə modelinin tam şəkildə reallaşacağı gözlənilir. Məhz ona görə də bu danışıqlar təkcə Qəzzanın deyil, bütövlükdə yaxın şərqin gələcək siyasi düzənini formalaşdıracaq proseslərdən biri kimi qiymətləndirilir.